Hakim qərarında açıq qərəz. 6 dəqiqə necə izlədi? Niyə yalnız bizim qapımıza penaltı verdi? Sual. Sizcə futbol meydanında belə ədalətsiz hakimliklər komandamıza qarşı qəsd deyilmi? Rəqibin qapısına 100% penaltı epizodları olsa da, niyə onlar üçün verilməyir, amma bizim qapıya veriləndə dərhal penaltı sayılır? Bu cür hadisələr futbol sevənlərin ürəyini dağılayır. Komandamız Neftçi kimi böyük bir klub ədalətli oyunla irəliləmək istəyir, amma meydanda ədalət tərəfdən çox zaman gözləntilərimiz puça çıxır. Hakimlər 6 dəqiqə boyunca o epizodu təkrar-təkrar izləyib, amma yalnız bizim qapımıza penaltı qərarı verməsi açıq qərəz kimi görünür. Əslində futbolda əsas məqsəd ədalət, şəffaflıq və hörmət olmalıdır. Amma bu cür qərarlar həm komandanın ruhuna, həm də azərkeşlərin sevgisinə zərbə vurur. Bu təkcə futbol deyil, ümumi ədalət məsələsidir. İnsanlar haqqını istəyir, haqsızlığa dözmür. Rəqibin qapısına 100% penaltı epizodları olub, amma verilməyib. Bizim qapımıza gələndə isə dərhal sancılır. Bu, futbolun ruhuna ziddir. Azərkeşlər, futbolçular, klub rəsmiləri ədalət tələb edir. Hakimlər şəffaf və obyektiv olmalı, hər kəs üçün eyni standartlar tətbiq edilməlidir. Biz inanırıq ki, futbol azərkeşlərinin səsi eşidiləcək və bu qərəzli qərarlar aradan qalxacaq. Komandamız isə əzmətkarlıqla mübarizəsini davam etdirəcək. Çünki futbol yalnız ədalət və sevgi ilə yaşayar.